efir vaxtıdır. Qonağımız isə hamımızın yaxşı tanıdığı, Fransada yaşayan Azərbaycan əsilli, dünya şöhrətli fotoqraf, jurnalist Rıza Deqatidir. Əziz tamaşaçılar, qeyd edək ki, Azərbaycan Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında çoxillik səmərəli fəaliyyətinə görə Rıza Deqati bu il Cənab Prezidentin sərəncamı ilə Dostluq ordeni ilə təltif edildi. Təbii ki, biz də Prezidentin sərəncamına xəbər tutduqdan sonra Rıza Deqati ilə telefon əlaqəsi saxladı. Ona Dostluq ordeni ilə təltif edilməsi həm də 70 illik yubileyi münasibətilə təbrik etdi. Və bugün o studiyamızın qonağıdır. Rıza bəy, xoş gəlmişsiniz. Sağ olasınız, təşəkkür, minnətdaram. İlk xatırlayırsanız, sizinlə ilk dəfə 2018-ci ilin aprelində Heydər Əliyev Mərkəzinin parkında təşkil olunmuş Bəşəriyyət Vizual Səyahətə Dəvət adlı fərdi sərginizin açılışında tanış olduq. Elə oradaca təzadlara geniş müsahibə verdiniz. Arz etdik ki, növbəti görüşümüz azad olunmuş torpaqlarda baş versin. Artıq bugün arzu yox, bizi sevindirən gerçək var. Biz sizinlə bugün azad olunmuş torpaqlarımızda görüşməsək də Bakıda görüşdük. Siz torpaqlarımızı erməni işğalından əvvəlki dövründə də, işğal olduğu dövrdə də görmüsünüz. Azad edildikdən sonra da səfər etmişsiniz. Bu səfərlər yaddaşınızda necə qalıb? Çox sağ olasınız, minnətdaram. Düz deyirsiniz, elə o 2018-də yadımdadır söhbətimiz, yaxşı da çox gözəl də bir yazı var idi, röportaj çıxmışdı. Demək olar ki, Qarabağ məsələsi 30 ildir indi. Bütün mənim günlərimi, gecələrimi, fikirlərimi özünə tutubdu. Bu 30 ildə də mən həmişə demək olar ki, həm o çətin vaxtlar yadımda idi və indi də ki, bu 2 ildir azad olubdu və o daim mən orduyam bu azadlıqdan sonra. Bu gözəl vaxtlar, bu azadlıq vaxtları, torpaqların alınmağı, hamısı məni şad edir. Və indi pullan mən bir iki iş görürəm. Biri odur ki, bu 2 ildə bütün nə mənə təxribat var idi, ermənilərin təxribatı, hər sahədə, həm mədəniyyət sahəsində təxribat, dini sahəsində təxribat, ekoloji sahəsində təxribat, insanları öldürmək, bunların hamısını 2 ildir mən kət-bə-kət, şəhər-bə-şəhər çəkirəm. Ondan başqa da indi çox gözəl Qarabağda bərpa işləri gedir. Yəni, Azərbaycanda mən gələndə burada Bakıya ya başqa yerlərə elə bir ki, çox xəbər yoxdur, bilmirsiniz, nə gözəl bərpa işləri gedir orada, nə qədər minlərlə işçilərdirlər, belə ürəklə işləyirlər özləri də. Yol çəkirlər, körpülərdir, binalardır, belə su kanalıdır, hər nə fikir eləsiniz. Əslində bu minalar olmasaydı, minalar, indi böyük qayıdış olmuşdu. Yəni Qarabağlar hamısı indi elə öz kətlərində, evlərdə idilər. Ona görə çox maraqlıdır mənə dünya görsün, bilsin ki, bu torpağı abad eləyən kimdir və bu torpağı təxrib eləyən kimdir. Və bundan bir həmişə mən demişəm xaricdə də ki, siz özünüz demişəm fikir eləyin. Bir adam ki bir evi dağıdır, o ev sahibidir, ya o adam ki gəlir bərpa edir, o özünü ev sahibi bilir. Çox sadə bir sualdır. Rıza bəy, bilirik ki, siz Təbrizdə doğulmusunuz, fotoqraflığa 14 yaşından başlamışsınız. Sizi bu sahəyə olan marağınız nədən qaynaqlandı? Demək olar ki, mən elə 14 yaşından əvvəl də ürəyim elə həmişə qaynayırdı. İki mövzunu görəndə, uşaqlıqdan 8 yaşında mənim yadımdadır Təbrizdə. O vaxtlar Allah rəhmət eləsin, Şəhriyar ustad, şairimiz mənim atamla yaxın dostdular. Həftədə bir 2-3 gün gələrdilər, oturardılar çay içməyə. Mən də o 5-6 yaşında olardım, o vaxtdan yadımdadır elə, bunu görərdim gəlmağına, söhbətinə. Sonra şeirə belə əlaqəm çox artdı, ona görə belə oxumağa da. Və 2 dənə mövzudur ki, mənim ürəyimi çox belə qaynadırdı. Biri gözəllik görəndə. Hər nə mənə ki gözümə gözəl gəlirdi. Olardı
gül olsun, olardı bulut olsun, olardı su olsun, olardı bir insan olsun. Onları görəndə belə ürəyim belə qaynayırdı. Ondan başqa eyni ürək qaynamaq da mən başqa bir zadıdır. O da ədalətsiz görəndə, yəni yoxsuz insanları görəndə, yəni dilənciləri görəndə, ayaqqabısız uşaqları görəndə, o da ürəyim eyni o cür patlayırdı. Və bu iki mövzu, biri dünyanın gözəlliyi, biri də dünyanın demək olar çətinliyi da, bu insanların çətinliyi. O vaxtdan mənim elə ürəyimdə idi ki, mən bunu nə cür dünyaya çatdırım, nə cür adamlara deyim ki, gör nə gözəldir, nə cür də deyim, bax gör bu uşağın niyə ayaqqabısı yoxdur. Deyə baxırdım o vaxt Təbrizdə hamıya deyirdim, amma elə bir ki, mənim sözlərim adamlara deyirdim ki, mən bunları deyirəm, heç mənə İstədiyiniz kimi çatmır. Çatmır, hə. O vaxtı ki, dedim, bəlkə mən bunun şəklini görsətsəm, şəkil olsa, o zaman başa düşərlər, anlayarlar sizi. O vaxtdan mən başladım özüm öyrənməyə. O vaxtı Təbrizdə nə usta var idi, foto öyrənməyə, nə məktəb var idi, heç nə yox idi. Yəni özüm çətinliklə mən öz üzərinizə işləyə, ondan soruş, bundan soruş, ged ora belə özüm öyrəndim beləsi. Rıza bəy, Fransaya mühacirətinizin səbəbi nə ilə bağlı idi? Fransaya mənim mühacirətim inqilabdan bir il sonra oldu. Mən əslində özüm arxitektəm, memaram, amma elə 14 yaşından foto çəkirdim, maraqlı idim özümə. Və İnqilab olan vaxtda ki, gördüm ki, burada gənclər, adamlar küçələrdə belə təzahürat gəlirlər. Dedim, gedim bunlardan da şəkil çəkməyə. Başladım şəkil çəkməyə. Sonra bu jurnallar mənim gördülər, dünya jurnalları, orada jurnalistlər var idilər. Mənim şəkillərimi görəndə bunlar çaşdırdılar ki, bu çox belə önəmli şəkildir. Mən dedim, bilmirəm, mən öz-özümə çəkirəm da, belə neçə ildir öyrənmişəm, çəkirəm. O vaxtdan tez birdən mənim dünyanın ən böyük, yüksək jurnalları, Fransada, Amerikada Newsweek idi, Fransada Paris Match idi, Almaniyada Stern idi. Bunlar hamısı mənə təklif gəldi, onlarla çalışam. Və ondan başqa bir dənə Fransada böyük bir foto ajansı var idi. Dünyanın 3 dənə ən böyük foto ajansı o vaxtlar Sipa Press adındaydı. Onu da bir dənə Türk fotojurnalist var idi. Gokşin Sipayoglu adında. O düzəltmişdi onu. Onlarla mən başladım çalışmağa və gördüm ki, birdən mən dünyada 20 mindən çox qəzet, jurnal mənim fotolarımı alırlar. 20 min çox olur da, yəni bütün dünya sizin. Və mən bir nəfər başladım bu Xomeynidir, mallalar ki, yavaş-yavaş gördük ki, bunlar çox pis vəziyyətdə özlərini aparırdılar da. Əslində bunu da deyim ki, Xomeyni İrana gəlməmişdən əvvəl ki, inqilab olmamışdı da, hələ taza başlanmışdı. Fransada yaşayırdı və müsahibələri, söhbətləri vardı. Söhbəti nə deyirdi Xomeyni? Deyirdi ki, biz gəlsək mollalar, biz heç vaxt hökumət istəmirik. Elə şah getsin, biz də qaydacağıq məkidə. Birinci söz bu idi, deyirdi. İkinci söz deyirdi ki, bu məmləkətin o qədər pulu vardı, nefti ilə zadından ki, biz hökumətə gəlsək, yəni inqilab olandan sonra İranlıların hamısına su pulsuz olacaqdı, işıq pulsuz olacaqdı, avtobus pulsuz olacaqdı və hər ailəyə bir dənə pulsuz biz ev verəcəyik. Hər kəsdə fikri nədir? Biri olur komünist olsun, biri olur sol olsun, sağ olsun, hər kəs nə istəyir? Azad olacaqdır, sözün desin. Görün, bu cür sözlərlə insanları allatdı. Allatdı və işə gələndən sonra birdən hamı gördü ki, bunlar hamısı yalan idi. Özü də sonra dedi, Xomeyni özü söhbəti vardı. Belə söz intervyularında bir nəfər soruşur, deyir, siz Parisdə deyirdiniz ki, hamıya gəlib burada azadlıq verəcəksiniz. Hər kəs, hər qadın nə cür giyinir, giyinəcəkdir.
Hər kəs nə istəyir Herkese sözləyəcəkdir. işinde serbestlik verilecek. Sərbəstlik verəcək. Niyə bu şey düz? Güldü, bu vardı intervyu. Mən özümə baxa dedim, mən yalan dedim. Çünki İslamda yalan demək caizdir. Eyni sözdür. Və belə ki mən gördüm ki, bunlar çox özlərini pis aparırlar. Başladılar. Birinci nə idi? Təbrizdə bütün o Ayətullah vardı, şəriət mədarı. O çox nə demək olar, ziyalı insan idi. O hamıdan əvvəl başladı Xomeyniyə ki, özü də Ayətullahdır. Bütün Azərbaycan onun əlinin altında. Ki dedi ki, sən yalan niyə deyibsən bu sözləri? Elə bu sözü deyəndən sonra Xomeyni adamların yolladı, bunu tutdular, həbs elədilər. Təbrizdə bunun otaqlarını, bütün əfislərin zadını dağıtdılar, yandırdılar. Belə birdən qarışdı, hamı gördü ki, bunlar başqa planları vardı. Mən də nə edirdim? Bunları çəkirdim və yayırdım dünyaya. Bir nəfər. Sonra özü də o vaxtlar mən fəqət Reza imza edirdim. Yəni öz soyadımı da yazmazdım. Reza da İranda, siz bilirsiniz da, meydanda qışqırasınız Reza, kişilərin yarısı elə belə sizə qayıdacaqdır. Hamının adında vardı. Ona görə mən elə Reza imza edirdim, bilinməsin. Və mənim şəkillərim dünyaya çatandan sonra bunları bətər o İranın səfirləri zatdı, jurnalları yollayırlar ki, görün bu nədir, çəkibdir, bizə ziddimizədir, bu nədir. Sonra bunlar gəldilər, bətər Kürdistana həmlə gətdilər və Kürdlər, beçara Kürdlərə də bunlar çox təzyiq elədilər. Necə Xocalıda soyqırım oldu. Bunlar eyni soyqırımı 80-ci illərdə 2 dana Kürdlərin kəndlərində də elədilər. Bu İran mallaları. Onları da mən getdim, çəkdim. Necə Xocalını çəkmişəm, mən onları da çəkdim, dünyaya yaydım. Bunlar görəndən sonra çox çaşdılar ki, bu kişi kimdir? Biz hər yeri bağlırıq, hər yerə yolları bağlırıq, heç jurnalistlər qoymuruq gedər, amma bu nəfər gedir, şəkilləri də dünyaya çatdırır. Sonra bildim ki, bunlar məni tapıblar və adımı qoyublar öldürmə listində. Başlamışlar bunlar, bir ölüm listi hazırlamışdılar. Bunu bulandan sonra da mənə çarə yoxdur. Və İrandan mən elə bir dənə fəqət fotoaparat makina demək olar çantamla ata-anama dedim, sağ olasınız, görüşərik. Rıza bəy, bizim üçün də maraqlıdır. Sizin hansı fotolarınız İran rejimini qorxuya salmışdı ki, sizi bu qədər təqiblərə, həbsə, işgəncələrə məruz qoydular və Fransaya müharibə etmək məcburiyyətində qaldınız? Fotolarım vardılar, bir neçəsi vardı, elə deyirəm, o universitetdə başladılar bunlar birinci. O həbslərdə? Xeyr, başladılar bunlar birinci həmlə eləməyə Tehran Universitetəsini, tələbələri vurmağa. Onları mən çıxartdım dünyaya. Birdən gördülər ki, bunlar tələbələri nə cür vururlar, elirlər. Ondan sonra bunlar türkmənlərin o neçə dana ziyalı insanları vardı. Onları gecə tutub öldürdülər. Onları da mən tanıyırdım. Onların nəqlini mən bütün hekayələrini dünyaya çatdırdım. Ondan sonra bəluçlara çox belə həmlə gətdilər. Yəni hər kəs var idi ki, demək olar minority, yəni əqəlliyyət olar. Bunlar başladılar və şiə dəyirdilər. Yəni bunlar Kürdlər idi, sonra ərəblər idi. Bunların hamısını mən çəkib yayırdım dünyaya. Və xas deyirəm, Kürdlərin məsələsini mən yaydım ki, bunlar görün Kürdlərin haqqında nə təzyiq aparırlar, nə cür öldürürlər, bunların başına nə oyun gətirirlər. Bunlar hamısı bir yığışdı və mən məcbur oldum İrandan çıxam. Mən İrandan çıxandan sonra 2 dənə şəhər var idi o vaxt, 80-ci illərdə. Dünyada 2 böyük şəhər var idi ki, dünya səviyyə fotojurnalistlər orada yığışardı. Biri Paris idi, biri də New York idi. Mən Parisə gəldim, bir aydan sonra Newsweek məni qonaq elədi. Dedi, gəlin New Yorkda yaşayın. Burada siz bizə çalışacaqsınız və bu Güney Amerika, o vaxt Salvador deyiləm, orada müharibələr çox gedirdi. Dedi, gəlin bunları çəkməyə. Mən də getdim oranı başlamağa. Amma
İrandan çıxmışdım, belə şərqi ürəyimlə, şərqi fikrinlə New York çox uzaq idi mənə. Çox uzaq idi. Və Paris yenə də şərqə yaxın idi. 6 aydan sonra qayıtdım Parisə. Dedim, hələ mən gedim Parisdə bir müddət yaşayayım. Sonra qayıdaram New Yorka. Bir də o zaman qaynar xəbər olanda mən elə 24 saatı fotoaparatım yanımdaydı ki, gedəydik da. O vaxtlar belə uçaqsat çox az idi. Yəni 30-40 il bundan əvvəl belə uçaq yox idi. Birdən məsələn Afrikada, Livanda bir zad olanda New Yorkdan oraya özümü çatdırmaq 2 gün, 3 gün yolda olurdu adam. Amma Paris yaxın idi. Parisdə bir günlük onunla getmək olurdu. Ona görə mən dedim, qayıdıram Parisə, Parisdə yaşamağa və indi də 43 oldu. Nə İrana qayıtmışam. O vaxtdan da mən həmişə dünyaya demişəm ki, heç vaxt qoymayın ki, dini adamlar, məzhəbilər, müsəlman oldu, Məsihi oldu, Yahudi, hökumət əllərinə keçsin. Hökumət başqa bir zətdir. Din başqa bir zətdir. Bu iki dana qarışanda aləm qarışır. Görün 43 ildə bunlar İranın başına nə oyun gətdilər. Görün bunlar İranın başına, İran millətinin başına heç. Bütün Livanda görün bunlar nə millətin başına nə oyun gətiriblər. Suriyada nə oyun gətdilər, Yəməndə nə oyun gətdilər, Filistində nə elədilər. Yəni bunlar fikirləri hara gedibdi, pulların dağıdıblar, məmləkətləri də dağıdıblar. Yəni bu çox mühüm məsələdir ki, hamı da bilsin burada. Maalesef mən elə vaxt olur, burada Azərbaycanda görürəm ki, bəzi adamlar bunların beyinlərini bunlar da yuyublar. Çox belə ağa deyirlər bu Xameniyə ki, ağamızdır, belədir. Deyirəm, bu nə ağadır ki, gəlib 30 ildir ermənilərə pul verir, sənin qardaşını şəhid eləsinlər. Sənin beynivə nə giribdir ki, hələ də buna ağa deyirsən. Sizin beyninizdən bunları nə cür dağıdıblar ki, bir adam ki, həm görürsünüz öz millətinin başına nə oyun gətirir, öz millətini nə cür öldürə gedir, bunu da indi deyə bilməzsiniz ki, görmürsünüz bunlar nə cür öldürürlər İranla. O 30 ildir də Azərbaycanın ən böyük düşməninə ki, ermənidir, onlara pul verir, neft verir, qaz verir, kəşfiyyat verir. Bilirsiniz də İran kəşfiyyatı, ermənilərə kömək eləməsəydi, ermənilər Qarabağı ala bilməyəcəkdilər. Mən bunu bilirəm, 92-də mən vardım. Yəni, bunları bilə-bilə, hələ də mən bilmirəm bu Azərbaycanlılar nə cür bunlara dost bilirlər, bunlara ağa deyirlər. Bunlar ən pis düşmən biz millətə, İran millətinə, Livan millətinə, Əfqan millətinə bunlardılar. Talibanı bunlar dəstək verirlər, Əfqanistanı tutsun. Bunları deyirəm, ayılın cəmaət. Biz də bilirik ki, yəni özünüz də qeyd etdiyiniz kimi 40 ildən artıqdır ki, Fransada yaşayıb fəaliyyət göstərirsiniz. Yəni Fransa böyük bir qapılarını açdı. Həm Parisdə, həm də dünyanın müxtəlif ölkələrində sərgiləriniz təşkil olundu, mükafatlarla təltif edildiniz. Bütün bunlara rəğmən Fransa doğma vətən niskininizi azalda bildimi? Bilirsiniz, 40 il mən doğma vətəndən çıxmışam, amma 87-dən mən Bakıya gəlmişəm. Bakı olub mənim doğma vətənim. Azərbaycan olub mənim doğma vətənim. Ondan sonra mən başqa bir zət gördüm. Mən bu 40 ildə, 43 ildə, indi də 2115 məmləkətdə olmuşam. Minlərlə, yüzlərlə mədəniyyət başqa dünyada mən görmüşəm. Və bunları görəndən sonra mən dünyaya başqa cür baxıram. Mən dünyaya belə baxıram ki, necə ki siz peyklə aşağı baxanda sərhəd sınır görüşmür. O cür baxanda. Bir dana dünyadır, bir dana da millətik biz. Yəni bir insaniyyətdir.
ağ oldu, qara oldu, qırmızı oldu, Sued oldu, Qitay oldu, Yapan oldu, Afrikalı oldu. Mənə də indi hamısı bir ailə kimi baxıram bunlara hamısına. Necə də bir ailədə ola bilər ki, biri lap yaxşı ziyalı olsun, biri biraz oğru olsun, biri dünya da o cürdür. Yəni mən elə baxıram ki, millətlər zətlər hamısı, biz hamısı bir millətdir dünya. İlləti də bilirsiniz nədir? Mən bu müharibədə olmuşam, görmüşəm bütün bu millətlərdə. Ağ da oldu, qara da oldu, sarı da oldu, nə cür oldu bu insanları. Amma güllə dəyəndə, qan çıxanda, qan eyni rəngdir hər yerdə. Və bunu yaddan çıxartmayaq ki, biz hamımız bir dana, bir dünya vardı və bir millətik. O mənim ürəyimi indi belə qaynadır və hər yerə gedirəm, özümü indi doğma vətən kimi hiss edirəm. Aynen. Rıza bəy, əlbəttə Avropa ölkəsi olan Fransa ilə yumuşaq desək, hələ də keçmişin təkərlərində sürünən, demokratiyadan uzaq ruhani dövləti olan İran arasında böyük bir fərq var. Bunu bilirik. Özünü demokratiyanın beşiği sayan Fransada isə deyəsən daha çox bu dırnaqarası demokratik azadlıq ermənilərə şamil olunur. Sizin Fransada keçirilən sərginizin birində də ermənilərin hücumuna məruz demək qalmısınız. Sizcə erməni diasporası üzvlərinin Fransada Azərbaycanlılara qarşı bu aqressiyasının qarşısı niyə alınmır? Onlar niyə belə rahat şəkildə səfirliyimizə, Azərbaycan Mədəniyyət Mərkəzinə hücum edə bilirlər? Bilirsiniz, bu 30 ildə ermənilər bir danadan çox mənim sərgimə hücum gətiriblər. Onlarla bunlar mənim konferanslarıma gəlib qışqırıblar əleyhimə. Bu işləri çox görüblər. Amma Fransəvilər də məni tanıyırlar. Bilirlər ki, mən həmişə 40 ildir dünyanın hər yerindən bunlara düz söz gətirmişəm. Ona görə nə qədər bunlar deyirlər ki, bu yalan deyir, Fransəvilər deyir, bə necə oldu, bu 40 ildir hər yerdən bizə gətirən söz düz oldu, bu bir dənə yalandır, bəlkə siz yalan deyirsiniz. Yəni bu mövzuda mən özümü həmişə sözümü aparmışam, eləmişəm. Bilirsiniz, dünya indi əsli müharibə nədir dünyada? İnformasiya müharibəsidir. Əsli birinci müharibə indi informasiya müharibəsidir. Ermənilər Fransada 600 min nəfərdilər. 100 ildir burada yaşayırlar. Siz hesab edin ki, bunların baş naziri olubdur. Deputatları vardı, nazirləri vardı. Ondan başqa bunlar çox gələk düz sözü adam deyə də çox yolların tapıblar. Harda adamların qoyublar? Mediada. Bilirsiniz? Ermənilər Fransada siz və Amerikada hansı media geçsiniz? Orada erməni rast gələrsiniz. Hamısı vardılar. Özü də yaxşı postlarda özlərini saxlayıblar. Yəni bunların planları vardı bu işi görməyə. Siz ki bir məmləkətdə 600 min nəfər olasınız. Planınız da o ola ki, o məmləkətin insanların bir-birinizə çəkəsiniz. Ələ alarsanız. 600 mini hesab eləyin, hərəsi 5 dənə dostu olsa Fransalı. Bu oldu neçə? 3 milyon Fransalı. Mətbuatda, mediada belə bunların adamı olsa, hərəsi bir dənə bir iş görür. Özünüz bilirsiniz də, mediada siz yaxşı bilirsiniz, çalışanda nə mənə istəsəz bunu yazın, onu yazmayın, bu adamı qoymayın gəlsin və bu işlər olur. Yəni informasiya müharibəsidir və bu ermənilər bu mövzuya görə bu işi qabağa aparıblar. Mən 30 il tək 50 birim bunların qabağında qalmışam. Belə bir zatdır. İndi də informasiya müharibəsi gedir. İndi də mən deyirəm, plan vardı. Adam eləyə bilər informasiya müharibəsi ilə bunların nə demək olar, ziddinə gəlsin, Fransəvilərə və dünyaya göstərsin ki, bunlar bu işi görmürlər. Maalesef, mən 3 dəfə deyirəm maalesef. İnformasiya müharibəsini hələ Azərbaycan o cür ki lazımdır, aparmır dünyada. O cür ki lazımdır. Və ta bu mövzu çox belə yüksək səviyyədə
baxılmasa bizim vəzimiz o olacaqdı. Yəni Fransaviləri qınamayın siz. Amerikalı qınamayın ki, niyə bunlar erməni pərəstdilər. Özümüzü qınayaq ki, biz nə eləmiş, biz nə eləyə bilərik indi və nə eləməmişik ki, onları dost çağıraq. Onlarla dostluq eləyək. Bizim əlimizdə indi belə sənət vardı. Bizim əlimizdə indi bu Qarabağ azad olandan sonra qarış sənədimiz vardı ki, ermənilər dünyaya göstərək, bunlar görün nə cinayət eləyiblər burada. Belə deyə yox. Gəlin buna baxaq, bu bucaqdan baxaq. Həmişə deməyək ki, nə demək olar, təqsir o birisindədir. Təqsir o birisindədir. Biraz günah o birisindədir. Özümüzə də baxaq, görək biz nə iş görməmişik. Görək biz nə lazım idi görək ki, nə lazımdır görə bilərik ki, indi görmürük. Mən ermənilərin etdikləri ilə özümüzün etmədiklərimizi müqayisə eləyək ki, nələri etməmişik. Əvvəl onu baxsın da, deyə hamı deyir, vay bu Fransavilər niyə erməni pərəstdir? Fransavi yuxudan durub erməni pərəst olmayıbdır ki. Fransavilər dünyanın lap belə böyük millətlərindəndirlər ki, 200 bundan əvvəl burada hüquq-u bəşər deyilən belə bunlardan, yəni ziyalıdırlar. Amma necə oldu ki, başqa yerlərdə zülüm olanda bu Fransavilər birinci millətdirlər ki, onları dəstək edirlər. Necə oldu birdən erməni pərəst oldular? Özümüzdən soruşaq biz. Biz bu millət ki, belə dünyanın hər yerinə bunlar zülm olanda dəstək aparırlar. Necə oldu Azərbaycana zülm olanda dəstək eləmirlər? Erməni pərəst oldular. Biz özümüzdən soruşaq. Biz niyə iş görə bilirik ki, görməmişik? Ondan sonra günahı salaq onun bunun başına. Mən belə deyirəm. Rıza bəy, qeyd etdiyimiz kimi 40 ildən çoxdur ki, həm dünyada baş verən müharibələri, faciələri yaxından görmüsünüz. Eyni zamanda müxtəlif səpkili şəkillər də çəkmisiniz. Məsələn, deyək ki, alovun şəfəqləri ilə körpələrin döyülməsi, yaxud günahsızların qırğını arasında böyük bir fərq var. Sonuncu kitablardakı fotolar sırf onlara müharibəyə həsr olunur. Siz çox dəhşətli hadisələrin, göz yaşlarının, ölümün şahidi olmusunuz və lent almısınız. Bu ağrılar, istirablar sizi daim təqib edirmi, sıxırmı? Alovun şəfəqləri isə tamam başqa bir mövzudur. Bölgələrimizdə gəzib insanlarla, adət, ənənələrimizlə tanış olmusunuz. Bu görüşlər yaddaşınızda necə qalıb? Çox gözəl həm sualdır, həm də fikir mənə gətirir. O iki dənə kitab ki, dediniz də bir alovun şəfəqləri və körpələrin döyülməsi, günahsızların qırğını. Bunu qoysunuz bir-birinin yanına. Qayıdın o Təbrizdə 10 yaşında uşaq ki, ürəyi nəyə qaynayırdı? Bir gözəlliyi görəndə, bir də zülmü görəndə. Yəni eyni o işi mən görürəm indi dünyada. Həm gözəlliyi göstərirəm, həm də zülmü göstərirəm. Faciələri. İkisi eynidir. Yəni mən bir yerə gedəndə fəqət hərbi, fəqət yaranı çəkmirəm. Baxıram birdən görürəm ki, eyni vaxtda görürəm gözəl bulut vardı, bulutu da çəkirəm. Eyni vaxtda görürəm gözəl bir güldür, onu da çəkirəm. Yəni mən həmişə təbiətin, insanların gözəlliyi mənə ruh verir. O insanları ki, orada mən görürəm, nə gözəl şəraitdə, nə gözəl insanların ruhu vardı. Lap pis şəraitdə görürsünüz ki, bir dənə çörəyi olanda gəlir yarasını sizə verir. Yəni bunları görəndə, bu cür vaxtları görəndə mən bilirəm ki, insan çox böyük bir zatdır. Biz hələ çatmamışıq ki, bilək insan nədir? Çox aşağıdayıq hələ. Amma bu cür vaxtlarda, müharibədə, bu çətin vaxtlarda o ruh görsənir, o insanın ruhunun əzəməti görsənir. Odur. Amma bu mövzular ki, siz deyirsiniz, mən bəlkə 10 mindən çox ölü görmüşəm. Minlərlə yaralı, evi dağılan, milyonlarla məcburi köçkünlərlə mən olmuşam, yaşamışam. Bu 40 ildə ömrümün bəlkə 70% mən onlarla olmuşam. Yəni bunlar həmişə məndə vardılar, həm ürəyimdədirlər, həm beynimdə vardılar.
Amma heç vaxt qoymamışam ki, onlar məni nə demək olar, xəstələndirsinlər, əsər qoysunlar. Gözəlliklə baxmağa, şeir oxumaqla, bu cürrüqlə ruhumu taza saxlamışam həmişə. Rıza bəy, qeyd etdiyimiz kimi siz həm də cənublu soydaşlarımızdansınız. Cənubdakı hər zaman bizim həssas mövzumuz olubdur. Son vaxtlarda İranda baş verən kütləvi etirazlardan təbii ki, xəbəriniz var. Siz necə bilirsiniz, qadın hüquqlarına bu qədər qadağalar qoyan, İran konstitusiyasına zidd olaraq 40 milyona yaxın Azərbaycanlıların öz dilində yazmağı, danışmağı yasaqlayan bir rejimin taleyini necə görürsünüz? Bu rejim demək olar ki, bəlkə elə biz indiki necə danışırıq aradan gedə, ya sabah, ya birisi gün, axir günləridir. Niyə axır günləridir? Çox sadə mən sizə deyim. Birinci odur ki, bunlar hamısı 40 ildir bir 20-30 dənə ayətullah vardı və onların uşaqlarıdır, demək olar, ailələridir. Bunlar hamısı indi milyarderdirlər. Hamısı ciblərini doldurublar. Yəni millət indi çörək tapır özünə. 40 ildir görür ki, mollalar milyarder özlərinə kax düzəldiblər, villa düzəldirlər. Uşaqları indi Amerikada, özləri qışqırırlar, ölüm olsun Amerikaya. Uşaqları indi Amerikada villalarla, biri 18 milyon dolara villa alıb özünə, biri 5 milyon dolara özünədən villa alıbdır. Belə yaşayırlar. Yəni bu cür ayətullah demək olar, malla demək olar, eləyə bilmirlər də ki, qalsınlar. Millət oyanıbdır. Millət görür ki, bunlar hamısı yalan deyiblər. Ondan başqa bunlar nə qədər də deyərlər ki, Quranda deyir la ikraha fil din. Yəni dində heç zat yoxdur belə, bir söz yoxdur dində. Hər kəs öz dini ola bilər. Düzdür? Quranda yazıb da belə la ikraha fil din. Yəni heç kəsin dində gələ biz burada olmayaq ki, hansı din olur olsun. İsa öz dininə, Musa öz dizinə, belə deyərik. Amma əvvəldən bunlar binanı bəyə oldular ki, bura Şiə məmləkətdir. Şiə məmləkət deyəndə axı Kürdlər sünnüdülər, axı Bəluçlar sünnüdülər, Türkəmənlər sünnüdülər. Bütün bu Fars xəlic vardı, onlar hamısı sünnüdülər. Şiə arada İranın arasında yaşayır fəal. Və biraz da Azərbaycanda. Ondan başqa hər yerə baxırsınız sünnüdülər. Yəni bunlar binanı əvvəldən bu cür ayrı qoydular və axirinə çatıblar indi. Belə ki, bunlar öldürüblər İslam adına. İranlıların indi 80% də İslamı istəmir. Bunlara görə. Yəni ən pis İslama zərbə vuranlar elə bu ayətullah oldu İranda. Siz görəcəksiniz ki, sabahısı ki bunlar getdilər, İranın 80% deyəcək biz ya nə malla istəyirik, nə İslam istəyirik. Görürsünüz də indi uşaqlar nə indi çox belə maraqlı bir idman kimi olubdu İranda. Mallaların bazadı nə deyər? Turban deyirik biz, əmmamə. Uşaqlar qaça-qaça gedirlər, vururlar. Bu mollaların başından salırlar. Bu yeni bir zad olubdu. Challenge deyirlər, nə demək olar? İdman kimi ya məzah olubdu. Görün. Əyləncə kimi. Özdə 2 nəfər olur. Biri film çəkir, biri də qaçır bunu vurur salır. Videosu hər yerdə dolubdu. Yəni bunlar görün millətə nə elədilər ki, özlərini də biab elədilər. Nəyə görə? Dünya malına görə. Ki bir dənə özünə villa düzəltsin, biri özünə kax düzəltsin. Özləri də həmişə minbərə çıxanda deyirlər ki, vay, adam öləndə heç bir dənə kəfənlə gedəcəyik, 2 metr heç də özümüzdən apara bilməyəcəyik. Bu sözləri deyirlər. Behişt belə olacaqdır, behişt belə olacaqdır. Biri deyir, axı siz belə behişti xoşlusuz. Və niyə özünüz bizə xəstələndə qaçırsınız Germaniyanın ən böyük hospitalına? Əgər behiş yaxşıdır, xəstələnimsiz, gedin behişdə də. Nəyə belə qaçırsınız
Germaniyada, Fransada ən böyük doktorları gətirirsiniz. Amma İran milləti xəstə olanda siz deyirsiniz, gedin məscidə dua eləyin, şəfa alın. Və niyə bizi yollusuz gedək, biz İmam Rızadan məsciddən şəfa alaq. Amma özünüz xəstə olanda qaçırsınız, milyonlarla pul qoyursunuz da, bu nə sözdür axı? Rıza bəy, söz İrandan düşmüşkən, yəqin ki, sizin ən böyük arzunuz doğulduğunuz Təbriz ziyarət etməkdir. Sizcə İrana getməyiniz nə vaxt mümkün ola bilər? Nə zaman deyirsiniz, gedək indi. Bilirsiniz, mən dedim, mən elə xoşluğum budur ki, buradayam, mən bu 2 ildir ki, Qarabağda işləyirəm, hər dəfə Araz ilə gedəndə baxıram orada, Arazı o tayda İran, Azərbaycan, amma yenə də deyirəm, mən burada olanda ürəkdən elə bir ki, bura mənim də doğma vətənimdir. Siz nə unutmuşam, elə bir ki, siz mənim doğma ailəmsiniz, belə fikir edirəm. Və Təbrizə getməyimizdə İran azad olsun, deyirəm, bəlkə bir saatdan sonra xəbər gəldi, bəlkə 2 həftədən sonra, 1 aydan sonra, amma da bu mövzu qayıtmayacaqdır. Görəcəyik, inşallah azad olacaqdır. Mən həmişə demişəm ki, çünki əlaqəm mənim çox vardı Azərbaycanlılarla, bütün həm İranlıların hamısı ilə, Avropadadır, İranda yaşayanlardır, jurnalistlər iləndir, başqalarla əlaqəm çoxdur. Bunlarla hər gün biz əlaqəmiz vardı və mütməinnəm ki, mənim burada olmağımda həmişə İranlılara göstərirdim. Deyirdim, baxın bir, Bakıda mən nə cür yaşayıram. Gəlin, baxın, görün, Azərbaycanlılar burada nə cür yaşayırlar. Sizin məmləkətiniz orada dünyanın 8-ci sirvəti məmləkətdir İran. 8-ci, 1, 2, 3, 4, baxın, görün, 80 milyon adam nə pis vəzdə yaşayırlar. Ola bilər axı, belə sirvət əl üzdə olsun, bu cür yaşayasınız və bunun axır günləridir. Ümidəm ki, axır günləridir və heç vaxt da qayıtmayacaqlar. Rıza bəy, vaxtilə ən böyük arzularımızdan biri də Azərbaycanın işğal altında olan torpaqlarını azad görmək idi. Şükürlər olsun ki, bu arzumuz gerçəkləşdi. Bundan sonra sizin Azərbaycanla bağlı nə kimi layihələriniz var? Siz deyən kimi mənim bütün 30 ilidir ki, bu ürəyimdə elə bir ki, bir dənə tikan var idi və bu da bu Qarabağın işğalı idi. O çıxdı indi. O yaranın hələ yavaş-yavaş bu toxtuyur bu tikanın yeri və mən ümidəm ki, birinci görəm ki, bu Qarabağ minalardan təmizlənsin. Ən çətin işimiz indi bu minalardır. Minalar təmizləyəndən sonra bərpa işlər olacaq, qayıdacaqlar və mən istərdim ki, bir müəllim kimi olan, işim qutarandan sonra 2 dənə mənim arzum vardı. Bir odur ki, eləyə biləm Azərbaycanda böyük bir foto məktəbi yaradam. Belə Qarabağda oldu, burada oldu. İndi 70-ə keçmişəm. Bunları mənim dünyada neçə min şairdim olubdur hər yerdə, bütün məmləkətlərdə. Burada da olsun, burada da eləyə biləm olam. Və ikinci arzum da odur ki, Azərbaycan da azad olandan sonra, yəni bütün Azərbaycan 50 milyon ağac Qarabağda əkilsin Azərbaycanlıların adına. Yəni bu yeni azad olan Qarabağda 50 milyon ağac adam əkə bilsin. Hər Azərbaycanlı dünyada desin ki, mənim də bir dənə Qarabağda ağacım vardı. Rıza bəy, Azərbaycana bu qısa müddətli növbəti səfərinizdə bizə vaxt ayırdığınız üçün sizə təşəkkür edirik. Sağ olasınız, çox minnətdaram və deyirəm, sizinlə görüşmək, bu jurnalizmdən təzadlara mən həmişə çox yüksək səviyyədə baxmışam, çox önəmli işlər görürsünüz və ümidəm ki, bu tezlikdə də Təbrizdə oturaq bir söhbət eləyək. İnşallah. Sağ olun. Əziz tamaşaçılar, bugünkü efir vaxtımız sona çatır. Növbəti yayımda görüşənədək.